Eksogen mənşəli relyef formaları. Eksogen mənşəli relyef formaları biz artıq burada endogeni öyrəndik, yekunlaşdırdıq ki, endogen nə idi? Daxili idi. Burada vulkan, zəlzələ əsasında yaranmış relyef formalarından ibarət idi endogendə. Eksogəndə isə artıq xarici qüvvələrin təsirindən yaranmış relyef formalarından danışırıq. Biz dedik ki, endogenin təsirindən daha nəhəng olan, böyük olan relyef formalar yaranır. Yəni dağlar, düzənliklər formalaşırdı. Amma eksogen təsirindən daha kiçik relyef formalar yaranırdı. Bu eksogen relyef formalarından endogeni biz müqayisə aparsaq, hansının əmələ gəlməsini daha tez görərik deyə sual yaransa, yadda saxlayaq ki, eksogen daha tez görərik. Çünki xarici qüvvədir də, sudur, axdı getdi, ərazini yudu, parçaladı, dağıtdı. Başqa bir ərazi şəklində saldı oranı. Bunu biz tez-tez görə biləcəyimiz bir hadisədir. Nə bilim, axşam yatdın, səhər durdun ki, yağış yağdı, sel düşdü, kəndi yudu apardı, getdi. Və yaxud da həm də düzdür, onların da təbii ki, eksogenin də içərisində uzun illərlə gedən hadisələr var ki, deyək, küləyin təsirindən ərazinin eroziyaya məruz qalması. Bu uzun illərlə baş verir və ya da buzlaqların təsirindən. Amma məsəl üçün dalğanın təsirindən dəniz sahilinin yaranması, formalaşması. Bu artıq qısa müddət ərzində baş verəcək bir hadisə kimi biz yanaşa bilərik. Yəni genəlliklə biz eksogeni daha tez görürük endogendən, amma endogen dağların əmələ gəlməsi. Mən sənə sual versəm ki, hansısa dağın əmələ gəlməsini görübsən? Yox, təbii ki də. Yəni bunu biz görməmişik və bu gün də dağ əmələ gəlmə gedirik, onsuz da getmək. Sadəcə olaraq biz onu fikir verə bilmirik. Hə, bu dağın hündürlüyü artırmı, azalırmı? Yəni hər gün çıxıb onun hündürlüyünü ölçmürsən ki, biləsən də yəni ki, bu ildə nə bilim 1 millimetr falan bunun hündürlüyü dəyişir, dəyişmir belə. Eksogen formaları aşınmanın təsirindən yaranırlar, belə deyək ki. Suxurlar eksogen qüvvələrin təsirindən aşınmaya məruz qalır. Aşınma nə idi? Aşınma dedik ki, biz suxurların parçalanmasıdır. Xarici qüvvə təsirindən suxurun parçalanmasıdır. Yəni bunu beynimizdə biraz canlandıraq. Ümumiyyətlə dərs oxuyanda nələrisə beynimizdə canlandıraq, gözümüzdə canlandıraq. Yəni gerək internet onsuz da əlimizin altında hər şey əl çatandır da, şükür Allaha. Gir internetdə araşdır inan bunu ki, hə, bax gör orada nələr var, aşınma deyəndə sənə nə göstərir, hansı formada şəkillər var. İndi bilmirəm, burada biz aşınmanı inanmıram ki, də biz qarşımıza çıxsın, amma yenə tapa bilərsiniz özünüz baxansanız. Deməli, aşınma suxurların parçalanması oldu. Nə etdi? Yağış yağdı, ərazini yudu apardı, parçalandı. Bu bir aşınmadır artıq. Külək əsdi, ərazini sovurdu, özü ilə bərabər apardı. Bu artıq nədir? Bir aşınma hesab olunur. Və sair digərlərini də deyə bilərik. Aşınmanın 3 dənə növü var. Fiziki aşınma, kimyəvi aşınma, üzvü aşınma. Fiziki aşınma temperaturun təsirindən baş verən aşınmadır. Yadımızda qalsın, temperaturun təsirindən baş verən aşınmadır. Biz yer kürəsi üzərisində, xəritə üzərisində əsas xəttlərimiz var ki, bu xəttləri biz mütləq şəkildə tanıyıb bilməliyik. Ekvator xəttidir, sonra tropik xəttləri, mən təxmin çəkirəm xəttləri. A. Bir də qütb dairələri olmaqla əsas xəttlərimiz var. Yəqin ki, yəni bunları biz artıq tanıyırıq, bilirik onsuz da. Yenə deyək, 66,5 qütb dairələrimiz idi, 23,5 tropik xəttlərimiz idi, 0 dərəcə isə ekvator xəttimiz idi bizim. Bu xəttləri bilmək bizim üçün vacibdir, lazımdır. Niyə görə? Çünki biz suallarda, dərslərdə çox hissəsində nə danışırıq? Ekvatorial enlikdən danışırıq, tropik enlikdən danışırıq, mülayim enlikdən danışırıq. Yəni mülayim enlik dediyimiz anlayış Azərbaycan burada yerləşir. Azərbaycan mülayim enlikdə yerləşir. Yəni bu ərazilər mülayim enlik hesab edilir. Hə, bu ərazilər məsəl üçün bu hissələr, bu iki dənə xətt şəklində tropik enliklər hesab olunur. Bu ərazi ekvatorial enlik hesab olunur. Qütblər və yaxud da ki, bu ərazilər nədir? Qütb və enlikləri hesab olunur. Yəni bunları bu şəkildə bilmək lazımdır. Qeyri-adi çətin bir şey deyil. Sadəcə xəritəni biz gözümüzün qabağına gətirəndə, hə, bilməliyik ki, burada bu enliklər adları bu şəkildə deyirik biz. İndi deyirsən ki, fiziki aşınma. Fiziki aşınma temperaturun təsirindən baş verən aşınmadır. Burada sualda verərkən mənfi müsbət temperatur, bəli, hər ikisini görə bilərik. Həm mənfi, həm müsbət temperaturun daxilində olan bir şeydir. Çünki bu temperaturun artıb azalması ilə əlaqədar bir hadisədir fiziki aşınma. Fiziki aşınmaya mexaniki aşınma da deyirik. Niyə görə mexaniki aşınma deyirik? Çünki fiziki aşınmada suxur tərkibi dəyişmir. Tərkib eyni qalır. Amma forma dəyişir.
Süxurun forması dəyişir. Deyək ki, nəhəng bir qaya parçası idi. Bu parçalandı, 3 hissəyə ayrıldı. Xırda-xırda 3 dənə hissəyə ayrıldı. Bunun tərkibi dəyişdimi? Təbii ki, ində xeyr. Eyni qaya həmən qayadır, amma forma dəyişdi. Əvvəl tək idi, böyük bir hissə idi. İndi parçalandı, ayrı-ayrı 3 dənə kiçik hissələrə ibarət oldu. Gördük, tərkib dəyişmədi, amma forma nə oldu? Dəyişdi. Demək, burada artıq bir fiziki aşınma getdi. Fiziki aşınma temperaturun təsirindən baş verir. Temperaturun artıb azalmasının təsirindən baş verir. Necə olur bu? Temperatur artan zaman, yəni hava isinən zaman süxurlar istər-istəməz bir genişlənəcəkdir. Hava soyuyan zaman süxur istər-istəməz sıxılacaqdır, kiçiləcəkdir. Və o süxurun genişlənməsi, kiçilməsi zamanı onun üzərisində artıq parçalanma gedəcək. Bu da süxurun fiziki aşınmasına gətirib çıxaracaqdır. Yəni qeyri-adi bir şey deyil bu da təbii ki də. Yəni sadə primitiv nümunə göstərə bilərik. İndi burada düzdür, aran zonasında falan bunu biz çox da o qədər hiss eləmirik əslində. Hava soyuq olan vaxtı adicə də yəni ayağımıza geyindiyimiz ayaqqabıdan misal götürək. Hava soyuq olan vaxtı fikir veririksə onun dəri olan ayaqqabı biraz donur elə bil ki, bərk olur da ayağımıza. Çox da rahat keçmir ayaqqabı ayağımıza. Bərkiyir ayaqqabı. Amma hava isti olan vaxtda o ayaqqabı məsəl üçün günəşin altında qalanda görürsən ki, nədir? Elə bir əriyir də adamın ayağında, rahat girir o ayağına. Bir çox nümunə göstərmək olar. Yəni adicə bir hər hansı bir plastik kütləni götür, qoy günəşin altına. O günəşin altında məsəl üçün yumşalacaq və yaxud da ki, soyuq yerə qoyanda nə olacaq? Bərkiyəcək. Adi qida olsun, ət olsun deyək ki. Qoyursan xadinin maziqasına nə olur? Donur, bərkiyir, sıxlaşır. Amma qoyursan günəşin altına artıq yumşalır, seyrəkləşir. Görürsən dəyişim baş verir. Bax bu fiziki aşınma bu şəkildə gedir. Yəni süxur genişlənməsi və kiçilməsi bu şəkildə olur deyə onun formasının dəyişməsi artıq bu şəkildə baş verəcəkdir. Bu fiziki aşınmadır. Fiziki aşınma temperatur amplitudasının təsirindən baş verir. Sutkalıq amplitudanın təsirindən. Amplituda nədir? Biz bunu keçirik atmosfer bölməsində. Temperatur amplitudası anlayışı var ki, bu temperaturun ən yuxarı və ən aşağı arasındakı fərqə deyilir. Yəni temperatur artması və azalması arasında qalan fərqə amplituda deyilir və həmin bu sutkalıq amplitudasının çox olduğu ərazilər yadda qalsın tropikin səhralarıdır. Yəni səhralıq ərazidə düşünürəm ki, gedibsən varlı imkanlı bir insansan, gedibsən Dubaya, nə bilim, istirahətə, Səudiyyə Ərəbistanına istirahətə gedibsən. O səhranın ortasında günün günorta vaxtı, dilin 5 metr çöldə qalan vaxtı axşam olanda görərsən ki, üşüyürsən artıq. Yəni bu normal haldır. Çünki burada temperatur dəyişkənliyi çox tez baş verir. Gündüz hava həddindən artıq çox isinir, axşam isə havanın soyumasını sən müşahidə edirsən. Ümumiyyətlə biz bunu normal həyatımızda da görürük də. Bax, məsəl üçün bu gün burada yağış yağırdı. Səhər-səhər durduq ki, yağış yağır. Səhər-səhər hava nə idi? Soyuq idi. Günorta üstü hava yenə soyuq oldu. Axşamdır, hava yenə soyuqdur. Bax görürsən, yağıntılı havada, buludlu havada havanın dəyişilməyi az baş verir. Bax bu dəqiqə burada sutkalıq amplituda azdır. Yəni gün ərzində, sutka ərzində havanın dəyişilməsi azdır. Səhər-səhər soyuq, axşam soyuq, günorta soyuq. Fərqi yoxdur. Gördük bunu. Amma məsəl üçün 1-2 gün bundan əvvəl hava isti idi. Hava isti olan zaman nə oldu? Səhər-səhər durdun ki, hava soyuqdur. Günorta amma hava qəşəng isindi. Axşam yenə hava soyudu. Bax gördükmü? Dəyişiklik baş verdi. Bu o deməkdir ki, artıq bu havada sutkalıq amplituda çoxdur. Bu da hansı hava idi? Açıq, aydın hava idi. Yəni deməli açıq, aydın hava şəraitində sutkalıq amplituda çox olur deyə fiziki aşınma o ərazilərdə daha intensiv gedir deyə bilərsiniz. Yəni ümid edirəm ki, anlayırıq. Bax bunu oxuyanda da bilmirəm necə oxuyursunuz o dərsi siz. Kitabda məsəl üçün bu məlumatı sən görməyəsən. Ha, kitabda yoxdur bu məlumat. Sən kitabda görsən ki, fiziki aşınma nədir? Və bunu öyrənərsənsə eləcə, bu səhərsi gün sənin yadından çıxıb gedən bir şeydir. Amma bunu biz mənimsəməliyik tam olaraq, beynimizə oturtmalıyıq ki, nədən söhbət gedir. Onu sən oxuyanda izaha qoyursan qabağına, başlayırsan baxmağa və beynində canlandırırsan ki, bunu özündə bir o ssenari yaratırsan beynində. Ssenari qurursan ki, beynində hə bu proses necə baş verdi? Bax bu şəkildə oldu. Hava çox dəyişdi, çox isindi, çox soyudu deyə süxur formasını dəyişdi və buna fiziki aşınma adlandırdıq. Fiziki aşınma harda var deyəndə əsasən tropik enliyin səhralarına baxırıq. Məsəl üçün bu ərazidə görə bilərik.
Ha. Bu ərazidə görə bilərik ki, bunun rəngi biraz burada fərqli edim mən ki, sizi çaşdırmasın. Çünki buraları qırmızı rənglə verirəm. Ha. Və baxırsan ki, verilən ərazilər, qara rənglə verdiyim ərazilər hamısı tropik enliklərdə yerləşən ərazilər. Tropikdə, bəli, nə oldu? Sutkalıq amplituda çox oldu, burada fiziki aşınma getdi. Amma bu qırmızı rəng verdiyim ərazilər əsasən mülayim enliklərə düşürlər. Amma burada da ki, təbii ki, mülayimdə də səhralar var deyə, səhra ərazisində biz həmin o fiziki aşınmanı görə bilərik öz yerində. Amma genəlliklə hardadır ən çox? Fiziki aşınma tropik enliklərin səhrasında. Fiziki aşınma harda oldu? Tropik enliklərin səhrasında. İndi anladıqsa özümüz üçün bir dənə bunu yığcam formaya gətiririk. Fiziki aşınma nə idi? Temperaturun təsirindən süxurların formasının dəyişməsi, mexaniki tərkibin dəyişməsi idi. Harda olurdu? Tropik enliklərin səhrasında olurdu. Necə baş verirdi? Sutkalıq temperatur amplitudasının təsirindən baş verir. Deməli, sutkalıq temperatur amplitudası, səhra ərazisi və tropik enlik yüksək və alçaq temperaturun təsirindən baş verməsindən danışa bilərəm. Bu oldu fiziki aşınma. Bu qədər bir şeydir. Düzdür, mən geniş danışdım ki, tam aydın olsun sizə, amma əslində sadə primitiv bir şeydir bu. Gəldik kimyəvi aşınmaya. Kimyəvi aşınma suyun təsirindən baş verən bir aşınma növüdür. Bu aşınmanı biz suyun təsirindən, məsəl üçün, harda görə bilərik? Təbiətdə çox görürük əslində, düzdür. Biz coğrafiya oxuyuruqsa əslində təbiətə daha çox fikir vermək lazımdır ki, diqqət etmək lazımdır ki, daha çox hər şeyi görüb anlaya bilək. Deməli, burada kimyəvi aşınma baş verirsə, məsəl üçün, yəqin ki, görmüş olaraq da adi bir şey deyim sizə. Evin üstündən o su axan bir yer var, nə deyirlər, lavalça deyirlər, nə deyirlər ona. O su axıb oradan tökülür aşağı yerə, betonun üstünə. O betonu deşir orada. Görürsünüz də yəqin ki, bunu nə vaxtda görübsünüz. Əgər görmüyorsunuz, ona bir fikir verin, həyatda çıxıb gəzib verəndə. Orada məsəl üçün bax kimyəvi aşınma gedir. Suxur, o suxuru parçalayır. Artıq orada suxurun kimyəvi tərkib hissəsi dəyişməsi baş verir ki, buna biz kimyəvi aşınma deyirik. Məsəl üçün, bax, suyun təsirindən həm kimyəvi, həm mexaniki aşınma gedə bilər. Necə ola bilər? Su təsir edir, suxurun tərkib hissəsi dəyişilir, olur kimyəvi aşınma. Amma suxurun forması dəyişilirsə, yalnız tərkib hissə olduğu kimi qalırsa, onda artıq bu fiziki aşınmadır deyə bilərsən. Bax, suyun təsirindən də fiziki aşınma getməsi mümkün olan bir haldır. Ha. Belə xırda şeylər birdən gəlib imtahanda qarşımıza çıxa bilər. Amma genəllə suyun təsirindən nə oldu? Kimyəvi aşınma oldu. Su da harda çoxdur deyəndə, təbii ki, də ekvatorial enliklərdə. Ekvatorial enliklərdə yağıntı çox yağır deyə burada biz kimyəvi aşınmanı daha çox görə bilərik. Yəni bu o demək deyil ki, yalnız kimyəvi aşınma ekvatorial enlikdə baş verir. Xeyr, mülayim enlikdə də rütubət normaldır deyə biz mülayimdə də görə bilərik. Amma daha çox yayıldığı, testlərdə daha çox qarşımıza çıxan haradır? Ekvatorial enliklərdir deyəcəksən. Gəldik üzvü aşınmaya. Üzvü aşınma isə canlı orqanizmlərin təsirindən baş verən aşınmadır. Burada e, nə baş verir? Canlı orqanizm ölür, çürüyür, torpağa qarışır və üzvü bir aşınma, bioloji aşınma gedir deyir. Yəni, məsəl üçün, hər bir insan öldükdən sonra çürüyüb torpağa qarışır. Heyvan ölür, torpağa qarışır. Bitki ölür, torpağa qarışır və o da daha çox mülayim enliklərdə, bu ərazidə daha çox nədir? Biz kimya, üzvü aşınmanı görməyimiz mümkündür deyəcəyik. Bir də Şimal Amerikasında quru sahəsi çoxdur deyə yadda qalsın ümumiyyətlə. Şimalda quru sahəsi çoxdur deyə orada biz fiziki və ya kimyəvi aşınmanı görməyimiz daha çox şimalda görürük onsuz da. Cənubda quru sahəsi azdır deyə çox da cənubdan heç vaxt danışmırıq biz. Coğrafiyada əsasən Şimal Amerikasından danışırıq həmişə. Bu yadımızda qalsın. Bu aşınmalar belə getdi. Sonra gəldik eksogen qüvvələr hansılardır? Burada baxırıq ki, çaylar, nə bilim, müvəqqəti axarlar, yeraltı sular, buzlaqlar, dalğa, külək, antropogen təsir və s. Bunlar hamısı xarici qüvvələr hesab olunurlar. Çayların suxurları dağıdıb keçməsinə, parçalanmasına eroziya, çay eroziyası deyilir. Bax, eroziya da dağıtma, parçalanma deməkdir. Aşınma kimi. Eroziya nədir? Parçalanma deməkdir. Çayın təsirindən baş verən parçalanmadır. Çay axdığı yatağı boyunca, əgər çay yatağı biz görmüşüksə hardasa, yenə deyirəm, gir internetdə yaz, Google-da yaz, axtar, bax gələn. Görə bilərsən ki, nədir? Çay yatağı ərazisi biz deyəndə, bir dəqiqə. Hmm. Ha, deməli biz məsəl üçün burada baxırıq da görürük bax. Burada bir
çay yatağı verilib. Görürsən, darmadağın parçalanmış bir ərazidir. Məsəl üçün fikir verəndə görə bilərsən ki, bu hissə daha yuxarıda yerləşib, amma bura daha aşağıda yerləşibdir. Bura daha yuxarıdır, aşağıdır. Yəni bax bu bir çay yatağıdır və bu çay yatağında nə oldu? Eroziya baş verdi. Nə oldu eroziya? Su axdı, torpağı yudu apardı. Yəni bunu adi özün də evdə edə bilərsən. Məsəl üçün bir vedrə su götür günən, biraz yumşaq olan torpaq olan əldə, bəlkə olan yer demirəm. Yumşaq torpaq olan ərazidə qumun üzərisində məsəl üçün götür bir butulka suyu, yavaş-yavaş tök buradan belə. Biraz da meyilli ərazi olsun. Baxarsan ki, o su özünə bir yol tapır. Nə edir? O qumun arasından parçalayıb çıxıb gedir harasa. Yəni bax bu eroziyadır. Yəni qeyri-adi bir şey deyil. Termin deyəndə bizim biraz başımız qarışıq olur. Bu eroziya nə olan şeydir, nə iş idi bu belə. Amma sadə bir şeydir ki, yəni süxuru parçaladı, getdi. Füsü. Bundan ibarət olan bir şeydir. Başqa bir şey yoxdur burada. Aha. Sonra gəldik burada nəyə biz? Dib eroziya var, yan eroziya var. Bunları biz hidrosfer bölməsində yenə təbii ki də üzərisindən keçəcəyik. Amma burada da deməyimiz əhəmiyyətlidir. Deməli, dağlıq ərazi, düzən ərazi məsələsi var. Onsuz da coğrafiyada biz genişlə danışdığımız şey dağ və düzən hissədən ibarət olur. Dib eroziya, yan eroziya. Bunlar nədir? Çay əgər dağdan gəlirsə, burada dib eroziya baş verir. Düzən ərazidən axırsa, burada artıq yan eroziya baş verir. Niyə görə? Çünki çay dağdan gələn zaman meyilli ərazidən axır. İndi bir də müqayisə aparsaq, dağ və düzən çay arasında müqayisə aparsam, hansının axıntı gücü daha çox olar? Təbii ki də dağdan gələn çayın axıntı gücü nədir? Daha çox olacaqdır. Daha sürətlə axacaqdır dağdan gələn çay. Çünki meyilli ərazidən axır deyə. Demək dağdan gələn çay meyilli ərazidən axır deyə, onun axım sürəti daha çoxdur deyə nə olur? Dibə doğru süxurları parçalayır və bu adlanır dib eroziya. Dib eroziya nədir? Çayın dərinə doğru parçalanmasıdır. Dibə doğru parçalanmasıdır. Yəni biz məsəl üçün deyək ki, yer kürəsində yəqin ki, nə bilim, indi internetdə falan qarşımıza çıxıb kanyonlar falan da. Bax görürsən, bunlar nədir? Çox dərin ərazilərdir. Məsələn, bu kanyonları biz harda görürük genəlliklə? Dağlıq çaylarda görürük daha çox. Çay dərəsi məsələn harda görürük? Dağlıq çaylarda görürük bunu daha çox biz. Yəni burada kanyon dediyim, yəni ki, təbii ki də relyef formasını göstərmək üçün kanyon formasını deyirəm. O da biraz öz xırdalığı var, onu da deyəcəm sizə. Hə, çay dağdan gəldiyi zaman nə edir? Axın sürəti onun böyük olduğuna görə bax bu şəkildə ərazidə parçalayır. Məsəl üçün görək dağ çayı yazsaq çıxacaq burada. Dağ çayı şəkər bu nədir? Çay sistemi yazaq görək necə gəlir. Çay sistemində belə çaylar var. Bax görürsünüz, məsəl üçün bu çayda indi bilmirəm şəklin nə qədər yaxın görsənirsə, görürsünüz ki, özünə bir yataq açıb, buraya nə edib, axıb gedir. Kənarlar görürsünüz nə qədər nədir? Yüksək ərazilərdir. Bax görürsən, burada V hərfi formasında yüksək ərazilər əldə edirik. Bax bu dağ çayında olan dib eroziyanın təsirini şəkil düz o qədər yaxşı göstərmir. Amma dağ çayında olan həmin bu dib eroziyanın nədir? Təsiri nəticəsində bu şəkildə olacaqdır deyəcəksən. Amma düzən çaylarında nə olur? Təbii ki də yan eroziya baş verir. Fikir verirsən, bax bu çayın məsəl üçün bax, bu daha qəşəngdir. Fikir verirsən bu çayın yatağına, gör nə enlidir bu çayın yatağı. Çünki burada dib eroziya var. Çayın axım sürəti zəifdir deyə çay dibə doğru yan eroziya var, əstəğfurullah. Çayın axım sürəti zəifdir deyə çay dibə doğru parçalaya bilmir, süxurları apara bilmir. Amma yan hissələri yuyub apara bilir deyə ona görə də çay enlənir. Yəni yan eroziya baş verirsə harda olmalıdır? Düzən çayında olmalıdır. Qeyd edək bunu biz. Yan eroziya varsa bu haradır? Düzən çaydır. Burada çayın yatağı nə olur? Enli olur. Və dayaz olur çay. Düzən çay dayaz olur. Amma dib eroziya varsa bu artıq olacaqdır dağlıq ərazilərdə. Burada çay ensiz olur. Amma dərin olur. Bax bu şəkildə yadımızda qalsın. Dağ çayı ensiz, dərin, düzən çayı enli, dayaz formada olacaqdır deyəcəksiniz. Sonra yadda qalsa yadıma düşmüşəm bunu da deyim.
Birdən o sadə primitiv bir şey təbii ki də. Gəmiçilik hansı çayda daha üstündür deyəndə, hansı çayda inkişaf edib deyəndə, yadda qalsın ki, düzən çaylarında gəmiçilik inkişaf edir. Amma dağ çayında gəmi inkişaf etmir. Yəni sən dağa yuxarı gəmi sürəsi deyirsən ki, amma düzən çayında edə bilirik. Əgər dağlıq hər hansı bir rayona getmişiksə, və yaxud da nə vaxtsa gedəcəksə, buna həmişə fikir verək. Yəni sən o çaya baxırsan ki, görürsən ki, dağdan gələn çay nazik axır, çox da dərinliyi yoxdur. Amma gəlib o çaya sən aşağıda düzən ərazidə baxsan, görürsən ki, artıq burada bu çay daha dərindir, səviyyəsi daha yüksək olduğunu görə bilərsən. Çayın suyunun qalınlığının daha yüksək olduğunu deyirəm ha. Yatağın yüksək olduğundan getmir söhbət. Yataq dayaz olacaq təbii ki də. Sonra deyə bilərik ki, nəyi buradan biz yan dib eroziyadan? Hə, dib eroziyada V şəkilli çay dərəsi yaranır. Yan eroziyada isə U şəkilli çay dərəsi formalaşır. Yəni enli çay dərəsi düzən ərazidə, dar çay dərəsi isə dağlıq ərazidə, ensiz çay dərəsi dağlıq ərazidə formalaşmağını görə bilərik. Yəni bu şəkildə də bunu öyrənirik. Yəni məlumatı tam bilmək lazımdır ki, o bizim tam beynimizdə artıq otursun ki, nədən gedir söhbət. Yəni qısa formasını təkrar ümumiləşdirib deyirəm ki, dib eroziya dağ çayında oldu, yan eroziya düzən çayında oldu. Dib eroziyada çay dərinə doğru parçaladı süxurları. Yan eroziyada çayın axım sürəti zəifdir deyə dibə doğru apara bilmədi, yana doğru enləndi və bu şəkilli çay dərəsi yarandı. Dağ çayında isə V şəkilli çay dərəsi yarandı deyirik. Həmin bu dağdan gələn çay nə edir? Dağdan gələn çay özü ilə buradakı süxurları parçaladı, gətirdi və çatdırdı düzən əraziyə. Bu düzən ərazidə bu çayın artıq gücü çatmır ki, bu süxurları aparsın. Apara bilmir. Bu çökdürür burada bir düzənlik ərazi formalaşdırır ki, bu düzənlik əraziyə biz nə deyirik? Gətirmə konusdan ibarət olan düzənliklər. Gətirmə konus. Burada biraz terminlərimiz çoxdur. Gətirmə konusu adlanır. Gətirmə konusu nədir? Çay dağdan düzənə çıxdığı hissədə yaratdığı çöküntülərdir. Bax, çayın dağdan düzənə çıxdığı hissədə yaratdığı çöküntülərə biz gətirmə konuslar deyirik. Bunu biz Azərbaycanda daha çox istifadə etdiyimiz bir ifadədir. Azərbaycanın çaylarında biz bunu daha çox görürük. Bax, xəritə üzərisində bu ərazi yüksək, bu ərazi isə düzən ərazidən söhbət gedir. Bura məsəl üçün yüksək, bura düzən ərazidir. Buradan gələn hər hansı bir çay özü ilə nə edir? Çöküntü gətirir. Və yaxud da buradan gələn çay özü ilə nə edir? Çöküntü gətirir. Və bu gətirdiyi çöküntü, bax, məsəl üçün bu ərazidə gətirib çökdürür. Gətirib çökdürür. Bax, bütün bax, bu hissələr görürükmü? Bax, bu ərazidə. Bunların hamısında biz gətirmə konusu görməyimiz mümkündür. Çünki dağın düzənə çıxdığı hissədir. Adicə, məsəl üçün, bax, biraz biz buradan İrəli doğru getsək, hal-hazırda Ağdam ərazisindən Quzanlı ərazisindəyik. Biz burada Ağdam ərazisi, Quzanlını veriblərmi burada? Boyat, Qaradağlı, heç vermir. Sən olsun da, təxminən nə bilim buralarda verilib, hətta Quzanlı burada verilib. Ha, biz buradayıq hal-hazırda. Bax, fikir verirsən, buradan biraz yaxınlaşdırım. Fikir verirsə, biz Quzanlı ərazisindən başlayıb bu tərəfə doğru getdikcə nə olur? Rəng dəyişir. Bura düzəndir. Bura biraz yüksəlir, biraz daha yüksək, biraz daha yüksək, biraz daha yüksək. Gördük, hündürlük artmağa doğru gedir. Yəni bunu biz burada da açıq gözlə baxan zaman görürük ki, buradan belə də dağlar görsənir hər tərəfdə. Bax, bu ərazidə gətirmə konusu var. Çünki buradan gələn çay nə edir? Özü ilə çöküntüyü gətirir və bax, bura çökdürür. Və burada gətirmə konusu. Ona görə buranın hündürlüyü buradan daha yüksəkdir. Başa düşdük? Yəni buranın daha hündür olmasının səbəbi həmin bax bu çöküntünün gətirib çökdürülməsi oldu deyirsən. Gətirmə konusu nə oldu? Dağdan düzənə çıxan ərazidə çayın gətirib çökdürdüyü çöküntülərə gətirmə konusular deyirik, yadımızda qalır. Sonra meandr var, terras var, delta var. Bunlar haqqında biz danışacağıq hidrosfer bölməsində. Meandr çayın qıvrılmasıdır. Gəl görək biz bunu Kür çayını tapa bilirik burada. Kür çayının elə bir normal şəkildə yoxdur. Ha, meandr çayın qıvrılmasıdır. Bax, bax, hə, burada görürük. Ha. Bu şəkildə qıvrılmalara biz meandr deyirik. Buna biz meandr adlandırırıq. Çay gəlir, dönür, buradan belə gedir, belə gedir. Buna meandr dedik. Harda olur bu? Düzən çayında olur. Yadda qalsın. Meandr düzən çayında olur. Niyə görə? Çünki düzən ərazidə axan çay, axım sürəti yavaşdır deyə, qarşısına çıxan maneələri, bərk süxurları parçalaya bilmir deyə,
o süxurun ətrafından dönüb gedir. Düşünək ki, bu çay belə normal gedə bilərdi də. Amma gəldi burada qarşısına möhkəm süxur çıxdı. Məsəl üçün bu süxurun ətrafından fırlandı, keçdi, belə getdi, axdı. Və burada meandr yaratmış oldu. Bax, bu döngələr meandr hesab olunur. Biz Kürün meandrını daha çox nədir görə bilirik ki, Kürdə adicə məsəl üçün Google xəritdən girib Kür çayının xəritəsinə baxsan, görərsən ki, Kür çayının dərəsi boyunca nə qədər şeylər var, meandrlar var. Məndə var idi əslində görüm. Tapa bilirik onu biz baxaq. Ha. Bax görürsünüz bu Kür çayının dərəsidir və Kür çayının dərəsi boyunca biz bu qıvrılmaları təbii ki də bax burada görürsən necə. Və bu çay buradan belə gələ bilərdi də. Amma nə etdi? Gəldi buradan belə fırlandı, gəldi. Buna biz Kür çayının meandrları deyirik və düzən ərazidə. Harda oldu bu? Kür Araz ovalığı ərazisində olan ərazidə formalaşdı. İndi bu çaya fikir verirsinizsə uşaqlar. Bax bu çayın qıraqlarında at nalına oxşayan ərazilər var. Bax görürsən bu ərazi məsəl üçün bu ərazi, bu ərazi. Çay buradan belə axır, amma kənarında o hissələr var. Bax o hissələr nələrdir? Kürün axmazları deyirik biz buna. Yadda qalsın, meandrın təsirindən axmaz göllər yanır. Necə olur bu? Vaxtilə Kür çayı, bax düşün günə, buradan belə axırmış. Ha, Kür çayı vaxtilə buradan belə axırmış. Bu şəkildə axırmış vaxtilə. Sonra yatağın dəyişib buradan belə gəlib və bura Kür çayından tamamilə ayrı düşüb. Bax bu həmin ayrı düşən hissəyə axmaz mənşəli göllər biz deyəcəyik. Bunu Azərbaycanda çox danışacağıq bu haqda. Axmaz mənşəli göllər nə edir? Formalaşırdı. Harda? Meandrın təsirində. Terraslar var. Terraslar pilləvari çay dərələridir. Bu şəkildə pilləvari formada çay dərəsidir. Yadda qalsın ki, bu çay öz yatağını yan və dib eroziyanı əsasında dərinləşdirir və bu zaman terras, yəni pilləvari çay dərəsi yaranır. Burada yadda qalsın ki, bu birinci yerləşən, ən yuxarıda yerləşən ən qədim terrasdır. Ən aşağıda yerləşən ən cavan terras hesab edilir. Çünki vaxtilə çay buradan axırmış, sonra dərinləşib aşağı düşüb buradan axıb, sonra buradan axıb, sonra buradan axıb. Bax bu şəkildə yavaş-yavaş aşağı düşüb dərin dərinləşmə gedibdir deyirsən. Sonra delta estuari var. İndi bunları da biz çevirəcəyik. Delta çayın mənsəb formasıdır. Estuari çayın mənsəb formasıdır. Delta çayın mənsəb və qollara ayrılmasıdır. Estuari isə qıf şəkilli mənsəb deməkdir. Sonra quraq iqlim ərazilərdə arid dendasyonluq var. Nədir arid dendasyon? Arid dendasyon da burada hardasa bir temperaturun bəli təsirindən danışa bilərik biz. Arid dendasyon arid quraq deməkdir. Bu termin yadda qalsın. Arid ərazi quraq deməkdir. Bir də var rütubətli ərazi. Burada da humid ərazi isə rütubətlidir. Yadda qalsın. Humid deyirsə rütubətlidir. Humid varsa ekvatorial enliklərə baxırsan. Arid varsa quraq ərazidir. Tropik enliklərə baxırsan. Arid olanda tropikə baxırsan. Deməli, arid oldu quraq. Dendasiya isə parçalanma demək. Yəni, quraq ərazidə baş verən parçalanmalar və ya qurağın təsirindən nə bilim, baş verən parçalanmalar. Bunlar əsasən genəlliklə biz Azərbaycanda bundan çox danışırıq ki, hardadır bunlar? Məsəl üçün, Qobustan, Abşeron ərazisi, Ceyrançöl, Acınahor ərazisində, Naxçıvan ərazisində biz arid dendasyon relyef formalarını görə bilirik. Niyə? Çünki bu ərazilər yarım səhra iqlimində yerləşir, quraq ərazilərdir. Burada bu parçalanmalar gedə bilir. Bunların indi təsirindən nə yaranır? Şırım, yarğan və qobu yaranır. Görək, yarğan yazsaq gələcək. Yarğan. Aha, bu şəkildə görə bilirsiniz. Bax, bunları. Məsəl üçün, bu şəkildə daha aydın göstərir. Deməli, quraq ərazidə müvəqqəti axarların təsirindən şırım, yarğan, qobu yaranır. Müvəqqəti axar nədir? Müvəqqəti axar yağış sularıdır. Yəni sel daşqınlarıdır. Yağış yağır, sel düşür, sel axır və orada sel axan zaman özünə bir yol düzəldir ki, buna biz nə deyirik? Şırım, yarğan və ya qobu yarada bilər deyərik buna biz. İndi məsəl üçün baxıram bu şəkildə mənə göstərilir verilən ərazi bu şəkildə nədir? Bir yarğan forması verilib burada bizə.
Heç nə yoxdur. Yəni sadəcə normal bir ərazi idi, meyilli bir ərazi idi biraz da. Bu yuxarısında bunun yağış yağdı. Yağış yağan zaman buradan nə etdi? Sel buranı yudu, apardı, parçaladı və burada bir axar ərazi yaratdı. Buna biz şırım dedik bu əraziyə. Yarğan dedik bu əraziyə. Yarğanın ilk forması şırımdır. Şırım böyüyür, olur yarğan, yarğan böyüyüb olur qobu. Yəni ilkin variant şırım böyüdü, yarğan böyüdü, qobuya çevrildi. Yəni çox bir-birindən belə fərqləri yox. Sadəcə ölçüsünə görə nədir? Bunlar bir-birindən fərqlənə bilirlər deyəcəksiniz. Ölçüsünə görə əsasən bir-birindən fərqlənirlər bunlar. Arid dendasyon relyef formasıdır. Şırım, yarğan, qobu. Yadda qalsın bu. Hissələ düşür. Sonra qobunun içərisində, yəni böyüyür qobu olan zaman qobunun içərisində biz çoxillik ot bitkiləri, kol bitkiləri görməyimiz mümkündür. Çünki bunun içərisindən daimi su axmır. Bax, müvəqqəti axar. Bu da yadda qalsın ki, şırım, yarğan, qobu içərisindən biz daimi axar təbii ki də görə bilmirik ha. Orada müvəqqəti axarları biz görməyimiz mümkündür deyəcəksiniz. Çünki yağış yağandan yağana, sel düşəndən düşənə, yağış yağdı bu gün burada sel düşdü. Hə, burada bir kiçik hissə parçalanması yarandı. Nə bilim bu adlandı şırım. Sonra yenə yağış yağanda oradan su axdı. Yenə biraz ölçüsü böyüdü, oldu yarğan. Yenə yağış yağanda oradan sel axdı, ölçüsü böyüdü, oldu artıq qobu. Yəni bunları biz ancaq yağış yağan zamanlarından nə edirik? Görməyimiz mümkündür. Və burada görək açacaq bu. Açdı, nə yaxşı. Mən bunu öz kəndimizdə çəkmişəm. Fikir veririk, görürsünüz. Yəni burada içərisində görürsən bunun ot da var və su axmır içərisindən bunun. Çay kimi daimi su axarı yoxdur bunun. Müvəqqəti axardır. Yəni bax bu vaxtilə bu bundan daha böyük idi. İndi çox yağış falan yağmır deyə torpaq gəlib dolub bunun içərisini doldurub biraz da. Yəni ki, daha dərin formadaydı bu. Bax görürsən yuxarı hissəsindəkin çox bir şey yox. Dağlıq ərazidən gəlir. Dağ ərazisindən başlayır. Çünki yağış yağanda buradan nə edir? Sel düşür və bu ərazini yuyub parçalayıb aparır. Və elə məhz deyə bilərsən, bax bu yadda qalsın ki, burada dib eroziya baş verdi. Gördük, dərinə doğru nə etdi? Formalaşdırdı. Dərinə doğru dərinləşmə nə etdi? Getdi deyəcəksən. Yəni bu şəkildə nümunələrlə öyrənmək lazımdır ki, daha yaxşı yadımızda qalsın deyə düşünürəm. Sonra bunların olduğu ərazilər nəyin? Şırım, yarğan, qobun olduğu ərazilər yararsız torpaqlardır ki, buna biz bedlend deyirik. Bedlend nədir? Yararsız, əkinə yararsız torpaqlara bedlend deyirik. Yəni, məsəl üçün, əgər Bakıya falan getmişsə, görmüşdür yəqin ki, Qobustan keçəndə, Qobustan ərazisinə baxırsan, hər tərəf nədir? Daşlıq, qayalıq, heç nə edəsi bir ot yoxdur. Yəni, yerdə bir yaşıl ot görmək mümkün deyil elə bil ki. Daşlıq, qayalıq ərazidir. Gedib orada kartof soğan əkəsi deyilsən, bir şey eləyəsi deyilsən də, yəni bax bu ərazi nədir? Artıq bednet torpaqdır. Yararsız torpaq hesab olunur, bəd torpaq şəklində fikirləşin. Sonra gəldik yeraltı suların təsirindən nə yarandı? Yeraltı sular, bu da eksogen qüvvədir. Yəni yerin altı deyə endogen düşünməyin bunu biz. Eksogen qüvvə hesab olunur. Yeraltı sular süxurları yuyur, parçalar və orada mağaralar nə edir? Yaradır. İndi gəlin görək, yazaq buradan karst mağarası. Bax, bu gördüklərimiz mağaralardır hər biri. Məsəl üçün, burada bir mağara verilib. Görürsən, dağın altıdır, boşluq bir ərazidir və fikir verirsənsə, mağaranın üzərisində bu boyda böyük qayalar var, nəhəng parçalar var. Bu necə oldu? Sadə primitiv bir şeydir əslində. Təbiətin əlində bu çox da çətin bir iş deyil. Normal bir dağ idi, eləmi? Bunda altda yeraltı su var, yerin altında su var. Yerin altındakı bu su nə edir? Burada olan yumşaq suxurlar var ki, bu yumşaq suxurlar, bax yadda qalsın, əzbər bilək bunu. Əhəd daşı, dolomit, gips, təbaşir kimi suxurları yumşaqdır bu suxurlar. Bu suxurlar tez parçalanan suxurlardır. Bu suxurları yudu, parçaladı və buradan çölə çıxartdı. Elə bil ki. Və burada bir boşluq yarandı. Bu boşluq da bizim mağaramız hesab olunur. Bəs ay müəllim, bu mağara niyə bizim başımıza uçmur axı? Ha, bizim niyə başımıza uçmur, həm də tökülmür bu mağaranın daşları, qayaları? Ona görə ki, yerin tərkibində torpaqda da, yəni ki, həm maqmatik suxur var, həm çökmə suxuru var. Bu əhəd daşı, dolomit, gips kimi suxurlar çökmə suxurlardır deyə, bunlar tez yuyuldu, parçalandı, getdilər. Amma o maqmatik suxurlar gec yuyulur deyə, gec parçalanır deyə, bax onlar bizim başımızın üzərisində qalır və bu boyda bayaqki şəkildə
göstərdiyimiz hani o şəkil. Ha, bu şəkildə göstərdiyimiz var ha. Bu boyda dağı qayan nə edir? Bizim üzərimizdə saxlaya bilir. Fikir ver mağaraya. Görürsən nədir? Bax, bunlar Kars mağaralarıdır. Buna biz Kars və ya Kars mağarası deyirik. Yadda qalsın, həmin bu Kars prosesi yəni nədir? Yeraltı suların təsirindən suxurların parçalanma prosesidir. Və bu ən çox özünü harda göstərir? Balkan yarımadası ərazisində özünü ən çox göstərir deyəcəksiniz. Bu da yadımızda qalsın. Sonra buradan olar bilmirəm, verilib yoxsa, hə, verilib burada var. Ən böyük Kars mağarası ABŞ-dakı Mamont Flint mağarasıdır. Sloveniyada Postoyn mağarası yerləşir. Deyəcəyim bir iki dənə termin var. Bunlar testlərə düşürlər. Lazım olan şeylər, formaları. Bax, ABŞ-da Mamont Flint mağarası yadda qalır. Postoy mağarası Sloveniyada ərazisində yerləşir. Balkan yarımadasına düşür bu da. Sonra Sogne fiyordu, fiord tipli sahillər biz deyəcək birazdan sonra Norveç ərazisində yerləşir. Slapuskaya Moren terəsi Finlandiya ərazisində yerləşir. Qarda gölü var. Qarda gölü İtaliya ərazisində yerləşir. Testlərə düşür bu. Bir də ki, Minorca çimərliyi var, İspaniya ərazisində yerləşir. Bax, bu dediklərimi əzbər bilin, çünki testlərdə bunlar qarşınıza mütləq şəkildə çıxacaqdır. Yeraltı sular təkcə bu işlərimi gördük. Xeyr, yeraltı sular həm də sürüşmə hadisələrindəki təsir göstərdi. Yəni, dağlıq ərazidə bilmirəm, görübsünüz, görməyibsiniz. Gəl görək, Google-da yazaq görək, burada nə var? Yazaq torpaq sürüşməsi. Torpaq sürüşməsi. Aha, bax burada çox qəşəng şəkil var. Torpaq sürüşməsinə aid. Məsəl üçün burada şəkillər var, görürsünüz. Torpaq sürüşməsi bu şəkildə baş verir. Nəyin təsirindən oldu? Bu da yeraltı suyun təsirindən baş verən bir hadisədir. Yəni yerin altında su qatı elə bil çoxalır və torpaq onun üzərisində axıb gedir. Yəni suyun üzərisində torpaq axıb gedir. Torpağın alt qatlarını yuyur, parçalayır elə bil su. Torpaq axdı, üstdən getdi və bu oldu sürüşmə hadisəsi. Sürüşmə hadisəsini biz qarşısını almaq üçün yamaçlarda, bu meyilli ərazidə olur təbii ki, yamaçlarda ağac əkmək lazımdır ki, orada bitki ağac əkmək lazımdır. Çox illik bitkilər, ot bitkilər və ya ağac əkmək lazımdır ki, sürüşmə hadisəsinin qarşısını biz ala bilək. Sürüşmə yaranması üçün bizə nə lazımdır? Meyilli ərazi lazımdır. Altda su keçirməyən suxur, üstdə su keçirən suxur, bir də ki, bol yağıntı lazımdır. Deməli, ərazidə meyillik varsa, altda gilli suxur, su keçirməyən suxurur. Üstdə çökmə suxur, su keçirən suxurur. Varsa, yağış da varsa sürüşmək üçün ideal ərazidir. Yağış yağır, torpaq su ilə dolur, altda su keçirməyən qat var deyə suyu keçirə bilmir və torpaq axıb gedir. Bunu belə bir şey edə bilərsiniz. Məsələn, hər hansı bir şüşə götürün evdə. Şüşəni meyilli formada, məsəl üçün deyək ki, bu şüşədir. Şüşəni bu şəkildə qoyuruq. Yaxşıdır. Ha, şüşəni bu şəkildə tuturam əlimdə. Qab maçalkası var, adi mətbəxdə istifadə etdiyimiz qab maçalkası. Qab maçalkasını quru-quru götür, qoy günən bunun bu hissəsinə, yuxarısına. Eləmi? Bunu qoyduq bura. O orada ecə dayanacaq da, heç nolası deyil. Sonra bir butulka da baş sponsorumuz Mormor suları. Bir butulka da suyu götürürsən, tökürsən buradan. Eləmi? Tökdükcə nə olacaq? O masalkanın içərisində su, o masalkan suyu keçirir özünə, o çökmə suxudur elə bil ki. Suyu çəkir canına, yavaş-yavaş ağırlaşır, ağırlaşır və birdən-birə axıb gedir. Bax, o da olur nə? Sürüşmə hadisəsi deyəcəksiniz. Aydın oldu?